Məziz dostlar, bugün sizlərlə birlikdə informatika fənninə aid 3-cü bir testə baxacağıq. Deməli, birinci sualımız belədir. Deyir, 56 bölünsün 24 ifadəsi nəyi bildirir? Dostlar, burada C variantıdır. Çünki bu faiz işarəsi bölmə əməlini bildirir. Bu da necə bir bölmədir? Yəni, 56-ı 24-ə böləndə 2,4-də 3 alınır. Burada bizə 2,4-də 3 yox, bizə qalığı göstərəcək. Yəni, dövrdə 3-ü çap eləyəcək. Ona görə cavab C variantı. İkinci sualda deyir, proqram yerinə yetirildikdən sonra ekranına çıxacaq. A-nı verib 10, B-ni verib A vurulsun 2 plus 3. A-nı verib bizə B bölünsün A, B-ni verib A plus B. Printdə də deyir, B-ni çap elə. A-nı verib 10. İkincidə biz riyazi misal kimi, adi misal kimi yəni həll eləyəcəyik. 10 vuracaq 2-yə, üstə gələcək 3 eləyəcək 23. B-miz oldu 23. Sonra deyir 23-cü böl 10-a. Bu bölmə işarəsi də bayaqlarısı qalığı tapırdı. Bayaqki bölmə işarəsi qalığı tapırdı. Bu bölmə işarəsi isə qalıqdan qabaqki tam ədədi çap eləyəcək. Ona görə cavab olacaq 2,3 və bu 2 xətt olduğuna görə onda 3'ü yəni qalığı silirik. Ona görə 2-ni yazırıq. Sonra deyir B bərabərdir A plus B. Aldığımız ədədləri 2 ilə 23-ü toplayırıq, elədi 25. Cavab da A variantı. Üçüncü sualda deyir ki, hansı proqram 1-dən 50-yə kimi təşkilatlı ədədlərin cəmini hesablayır? Dostlar, burada fikir versəz, A, B və C variantlarında hamısı 0-a bərabərdir. Yəni 2-yə böləndə 0-a bərabər olduğuna görə, yəni bu deməkdir ki, bizə 1-dən 50-yə qədər tək yox, cütləri çap eləyib ədədlərin cəmini hesablayacaq. Amma bizdən tək ədədlər istəyir. Ona görə cavab D variantı. Yəni 0-dan fərqli olmalıdır ki, bizə elə ki 1-dən 50-yə qədər olan tək ədədləri çap eləsin və onları elə ki cəmini hesablasın. Ona görə cavab D variantıdır. Dördüncü sualda deyir, proqramın nəticəsi nə olacaq? A-nı verib dırnaq içərisində demokratiya, printdə də deyir A-nın 5-ci indeksi. Dostlar, burada biz bunu 0, 1, 2, 3, 4, 5 kimi üstündə rəqəmləyirik. Sonra axırıncı bir hərfini silirik. Ona görə cavab demok alınır. D variantı. Keçdik 5-ci suala. Deyir, SS bərabərdir yaxşı dostu yaman gündə sına. Sətrinin uzunluğu müəyyən etmək üçün nə yazılmalıdır? Elə cavab sualının özündədir. Burada sətrin uzunluğu müəyyən etmək üçün deyir nə yazılmalıdır? Burada C variantı, yəni sətr tipi, yəni stırı olmalıdır. 6-cı sualda deyir ki, T bərabərdir monoqrafiya, sətr verilib. Printdə deyir T.find n komandasının nəticəsi nə olacaq? Bu da yenə bayaq 4-cü sualda kim olacaq? Məsəl üçün burada, amma biraz fərqli olacaq. Burada deyir ki, yəni printdə deyir T.find n, yəni burada n-ə qədər, yəni n neçənci indeksdə yerləşir daha doğrusu. Yenə 0, 1, 2 elə ikinci indeks, yəni rəqəmləyəndə elə olacaq. 0, 1, 2 o da ikinci indeksə düşür. 7-ci sualı deyir, verilmiş proqram yerinə yetirildikdən sonra ekranda ZZ, R, A, Z, Q, A yazısı əks olundu. Nöqtələrin yerində hansı komanda yazılmalıdır? S bərabərdir dırnaq içərisində A, B, R, A, B, Q, A. Print nöqtə. Axırıncıda dedik printdə B-ni çap elə. Burada dostlar biraz məntiq sualıdır. Yəni elə baxan kimi bilinir ki, B variantı cavab. Çünki B bərabərdir S.replace A, B, Z. Yəni elə burada hərflərin özünə baxsaq elə cavab B variantı çıxır. Yəni buradan cavabı görmək olar. 8-ci sualda deyir ki, X bərabərdir 1, 2, 3, 4, 5. Printdə də deyir X-in 3-cü indeksi. Proqramın deyir nəticəsi nə olacaq? Dostlar, burada C variantı, yəni 4 olacaq. Çünki bayaqki sualdakı kimi
biz üstündə rəqəmləsək indeksləri 0, 1, 2, 3 yazsaq üstündə 4-ə düşəcək. Məsəl üçün 0, 1 olacaq, 1, 2 olacaq, 2, 3 olacaq, 3 də 4 olacaq. Ona görə cavab C variantı. Keçdik 9-a. Deyir proqramın hansı sətrində səhv buraxılıb? B-ni verib input, N-i verib len B. Printdə deyir B, N, yəni N-inci indeks, printdə də deyir B sıfırıncı indeks. Dostlar, bu 1, 2, 4 düzdür, amma 3-cü indeks səhvdir. Üzrü sayın indeks deyirəm. 3-cü sətr səhvdir. Çünki dostlar, N-inci indeks olmur. Yəni bu indekslər rəqəmlə hamısı yazılmalıdır. Ona görə cavab C variantı olacaq. Yəni burada səhv buraxılıb. 10-cu sualda deyir proqram nə edir? S bərabərdir input, B bərabərdir list S, F bərabərdir minimum B, printdə də F deyir. Dostlar, minimum bu o deməkdir ki, yəni siyahıda qiyməti ən kiçik olan elementi çap edir. Ona görə cavab B variantı. Lakin bu mötərizələr transkripsiya içərisində olsaydı ona görə də C variantı olacaqdı. Yəni sətirdə indeks ən kiçik olan simvolu çap edir. Transkripsiya içərisində olanda dostlar bilin ki, yəni bu bizdən indeksi soruşur, amma mötərizədir, ona görə də bizdən siyahıda qiyməti ən kiçik olan elementi çap eləyəcək. Ona görə cavab B variantı. Amma maksimum desəydi ən çox olan elementi çap eləyəcəkdi. 11-ci sualda deyir Python dilində funksiya hansı sözdə təyin olunur? Dostlar, əgər kanalımda bundan qabaqki videoya baxsaz, ikinci videoya, orada axırıncı sualda belə bir sual var ki, Python dilində funksiya hansı sözdə başlayır? Orada cavab bu variantı, yəni def variantıdır. Lakin burada biraz sual fərqlidir. Burada deyir hansı sözdə təyin olunur. Ona görə return cavab D variantı olacaq. Yəni bunu həmişə yadda saxlayın. 12-ci sualda deyir hansı bənddə mülahizə doğrudur? A-nı verib proqramdan ancaq bir funksiya çağırmaq olar. Bu səhvdir. B-də deyir hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına müraciət olunmalıdır. Bu düzdür. Elə burada cavab B variantıdır. C-də deyir funksiyanın operatorların yerinə yetirilməsi zamanı faktik parametrlər, format qiymətlərlə əvəz olunur. Dostlar, bu tam lap əksinədir. Yəni burada əksinə olmalıydı. D variantı deyir yeni funksiyaya təyin olunarkən onun adından sonra faktik parametrlər göstərilir. Bu da səhvdir. A niyə səhvdir? Çünki proqramdan ancaq bir funksiya çağırmaq olmaz. Yəni istənilən qədər funksiya çağırmaq olur. B düzdür. C-də deyir funksiyanın operatorların yerinə yetirilməsi zamanı faktik parametrlər, formal qiymətlərlə əvəz olunur. Dostlar, yəni bu səhv fikirdir. Sadəcə olaraq düz fikirdə əslində, sadəcə olaraq tərsinə verilibdir. Ona görə səhv götürürük biz bu cavabı. D-da deyir yeni funksiya təyin olunar ki, onun adından sonra faktik parametrlər göstərilir. Bu da səhvdir. Deməli, burada cavab 12-də olacaq B variantı. Belə dostlar, bugünkü videomuz bura kimi idi. Video bəyəndisə, videoya like atıb, kanala abunə olmağı unutmayın və bildirişləri açıb videolardan xəbərdar olun və tez-tez videolara girib bəyənib, bir də kanala abunə olub, bir də şərh bölməsindən fikirlərinizi yazmağı unutmayın, videoları da dəyərləndirin. Bu qədər. Sağ olun, salamat qalın.